Sabahın havası ilə bağlı xəbərdarlıq. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bugün yanvarın 26-sı və yanvarın 27-sinə olan günün hava haqqında məlumatını təqdim eləyirik. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz isə 6-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə aşağıdan 3 dərəcədək isti, gündüz isə 8-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə aşağıda, gündüz isə 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır. Qeyd eləyək ki, gecə və səhər bəzi dağlıq rayonlarda isə yolların buz bağlama ehtimalı var.